siz bir fikir də səsləndirdiniz, yəni alınmaya da bilər dediniz və görünür ki, bəlkə bunu Tramp özü demək istəmir və yaxud ən yaxını dövlət katibi və yaxud təhlükəsizlik şurasının katibi vasitəsilə demir. Respublikaçıların üzvü senatorun dili ilə səsləndirmiş olur ki, əgər bu dəfə də Putin Trumpı aldadarsa, bu çox pis olacaq və yaxud peşman olacaq şəklində bir açıqlama ilə çıxış edir. Dolayısıyla bu Trumpın vermək istədiyi mesajdır mı və yaxud Trumpın çatdırmaq istədiyi xəbərdarlıqdır mı? Əgər odursa, necə peşman edə bilərlər Rusiya liderini? Amerikanın Rusiyanı peşman eləmək üçün o qədər geniş potensialı var ki, əgər Amerikanlar istəsələr, Ukraynaya elə silahlar verərlər, elə dəstək verərlər ki, Rusiyanın o əldə elədiyi əraziləri saxlamaq qalsın bir yana, hələ öz ərazilərini belə müdafiə eləmək olduqca çətin olar. Yəni, Amerikanın başqa imkanları da var. Rusiya tətbiq elədiyi sanksiyaları daha ciddi, daha sərt sanksiyalardan zənginləşdirə bilər və Rusiyanın ümumiyyətlə iqtisadiyyatını alt-üst edə bilər. Biz bilirik ki, Amerikanın arsenalında başqa element, başqa resurslar da var, başqa alətlər də var. Yəni, bu hədə, əgər belə deyək də, ünvana yetişməzsə, Rusiya tərəfi Trumpla razılaşmazsa, o halda mən düşünürəm ki, bəli, Amerikanın Rusiyanı zəiflətmək, diz çökürtmək üçün olduqca ciddi imkanları var. Amma mən ehtimal edirəm ki, Rusiya çalışacaq ki, ya razılaşacaq, ya da razılaşmasa elə şərtlərlə bunu edəcək ki, zaman olsun.